Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xayrun nasirin və mu'in. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Ötən verilişimizdə qəbahətli əməllərlə fəzilətli əməllərin qarışıq düşməsi haqqında danışdıq və qeyd etdik ki, gələn verilişimizdə, yəni bugün həmən mövzumuzun ardını danışacağıq inşallah. Ötən verilişimizdə yadınızdadırsa, bir neçə məsələni qeyd etdik ki, onlardan biri hikmət məsələsi idi, ikincisi isə iffət məsələsi idi. Bugün isə üçüncü məsələ haqqında danışacaq, o da şücaət haqqındadır. Şücaət nədir? Şücaət yəni qəzəb qüvvəsinin ağıl qüvvəsinə tabe olaraq onun əmr etdiklərini icra etmək, qadağan etdiklərindən də çəkinmək deməkdir. Baxın, məsələn, burada bir neçə məsələni diqqətinizə çatdırın, bu məsələyə diqqətli olun. Çünki burada insanların burada səhv saldığı məsələlərdən biridir. Baxın, kimsə heç bir qorxu hissi keçirmədən, fərz edin bir nəfərdir, heç bir qorxu hissi keçirmədən, lakin nədir məsələ? Burada mal dövlət, qənimət ələ gətirmək, insanların gözündə yüksək məqamda olmaq və yaxud da ki, məsələn, ordu komandirinin, məsələn, bir ordudur, orada komandirin əmrindən və yaxud da onun qorxusundan düşmənin üstünə hücum eləmək, bu kimi şəxslər belə bir şəraitdə, belə bir vəziyyətdə bunları şücaətli insan adlandırmaq olmaz. Niyə? Çünki onların gördüyü bu iş ya qəzəb qüvvəsindən, ya da ki, şəhvət qüvvəsindən qaynaqlanır. Ona görə də belə insanları şücaətli adlandırmaq olmaz. Həmən bunun ikinci dəstəsi də bundan ibarətdir ki, ikinci dəstə insanlar qohum əqrabasına görə, məsələn, dost tanışına görə, irqi təəssübkeşliyinə görə özünü, belə deyək də, xətərə atan insanlar, belə insanları da şücaətli adlandırmaq olmaz. Məsələn, görmüşük də bir insandır, əmoğlusuna, dayı oğlusuna, dost tanışına görə gedir özünü təhlükəyə atır. Diqqət eləyin, bir halda ki, o tərəfini saxladığı qohumu ya dost tanışı səhv olduğu bir söhbətdə, səhv olduğu bir məsələ haqqında gedir başqasının üstünə, onun üstünə hücum çəkir. Yəni, batili müdafiə edərək haqqın üstünə hücum aparır. Həm qarşı tərəfə qarşı haqsızlıq eləyir, haqqunnas edir, həm də ki, öz canını təhlükəyə atır, özünü xətərə atır. Yəni, haqsız yerə bir növ təəssübkeşlik ucbatından başqalarına zülm edir və özünü də təhlükəyə atır. Belə bir şəxsi də şücaətli adlandırmaq olmaz. Üçüncü dəstə insan isə budur ki, məsələn, fərz edin bir dənə idmançıdır. Bu idmançı demək olar ki, bütün döyüşlərində, bütün yarışlarda həmişə qalib gəlibdir və bir növ qələbə qazanmağa adət eləyibdir və bu insanın gözündə artıq heç bir qorxu hissi yoxdur. Belə bir insanı da şücaətli insan adlandırmaq olmaz. Niyə? Çünki əgər biz belə bu şeyə qalmış olsa, məsələn, yırtıcı heyvanlar da başqa insanlara hücum edirlər, başqa heyvanlara hücum edərək bir növ onlara qalib gəlirlər, onları parçalayırlar, onları məhv eləyirlər. Yəni, burada da belə bir şəxsləri şücaətli adlandırmaq olmaz. Deməli, bəs yaxşı, onda şücaətli insan kimdir? Bəs kimə biz şücaətli insan deyə bilərik? Baxın, əsl şücaətli insan o şəxsə deyilir ki, bu insan həqiqətən də qəzəb qüvvəsini ağıl qüvvəsinə tabe edir, ağlın sözünə qulaq asaraq şücaət göstərdiyi məsələlərdə dünyavi məsələləri nəzərə almır, riyakarlıq eləmir, hər hansısa bir dünyavi hədəfi güdmür. Məqsədi yalnız və yalnız Allah Taalanın razılığını qazanmaq olur. Əsl şücaətli insanlar belə insanlardır və diqqət eləyin, şücaətli insanların, əsl şücaətli insanların heç bir çətinlikdən qorxusu olmaz. Başqalarına çətin görünən işlər, məsələlər bunlara asan gələr, rahat gələr və ən önəmlisi də budur ki, baxın, ən önəmlisi də budur ki,
Əsl şücaətli insanlar qəzəbləndikdə ağlın əmrindən intiqam almaq, qisas almaq istədikdə isə şəriətin yolundan kənara çıxmazlar. Diqqət eləyin, yəni əsl şücaətli insan İslam nöqteyi nəzərindən belə insanlardır. Nəinki bayaq qeyd elədiyimiz insanlar. Və bunu da diqqətinizə çatdırım ki, əziz izləyicilər, bəzi vaxtlarda ola bilər ki, ağıl insanı bəzi işlərdən çəkindirər. Belə halda həmən insana biz qorxaq deyə bilmərik. Buna bir neçə məsəl çəkmək istəyirəm. Baxın, misal üçün, bəzən görürsən ki, məsələn, güclü göy gurultuları, şimşək çaxması, zəlzələ olur. Məsələn, görürsən ki, şimşək çaxır, bir insan gedir, durur eşikdəki mənim heç nədən qorxum yoxdur. Və yaxud da ki, zəlzələdir, baxsan ki, bir dənə evdir ya divardır ki, köhnə divardır. Hər an bunun uçub bunun başının üstünə aşmaq ehtimalı var. Məsələn, bəzən də görürsən ki, bir insan meşədə ya səhrada özünü gedir atır, məsələn, vəhşi heyvanların qarşısına, deyir, mənim heç nədən qorxum yoxdur. Baxın, belə bir insanları nəinki şücaətli insan adlandırmazlar, belə insanlar həqiqətdə axmaq insanlardır. Yəni, bunlar ağlın sözünə baxmadan bir növ qəzəb ya şəhvət qüvvəsindən qaynaqlanaraq özlərini həlak edirlər. Dördüncü məsələ isə, dəyərli izləyicilər, ədalətdir. Baxın, ədalət sifəti, yəni əməli ağıl qüvvəsinin nəzəri ağıl qüvvəsinə tabe olaraq onun sözünə qulaq asması, yəni gördüyümüz bütün işlərin ağlın nəzarəti altında saxlamasına deyilir. Və burada da bir dənə şərti var. O da bundan ibarətdir ki, bu məsələdə də insan heç bir dünyəvi məqsəd güdməməlidir. Yəni ədaləti sırf əbədi səadətə çatmaq üçün Allahın razılığını qazanmaqdan ötürü ələ gətirməlidir, cəmaətin arasında icra etməlidir. Məsələn, ola bilər ki, elə insan var, özünü ədalətli aparır, ona görə ki, başqaları onu ədalətli kimi tanısınlar. Desinlər ki, bəh-bəh, bu nə qəşəng ədalətli insandır. Və yaxud da ki, elə adam var, özünü ədalətli aparır, ona görə ki, hər hansısa bir dənə dünyavi məqamat çatsın, yəni bir vəzifəyə gəlməkdən ötürü özünü ədalətli göstərir ki, bunu yuxarı gətirsinlər, yuxarı vəzifəyə gətirib çatdırsınlar ki, bu da hər hansısa bir dünyavi məqama gəlib çatsın. Baxın, əziz izləyicilər, qeyd etdiyimiz bütün bu sifətlər, bu mövzular ötən bəhsimizdə də, bugünkü bəhsimizdə də qeyd etdik. Biz gərək diqqətli olaq daim qəbahətli əməllərlə fəzilətli əməlləri bir-birindən ayırd edə bilək ki, gördüyümüz işlərdə səhvə yol verməyək. Yəni, bir əməli yerinə yetirərik, elə bilərik ki, fəzilətli əməldir, amma Allah uzaq eləsin, əksinə o gördüyümüz əməl qəbahətli əməl olar. Allaha and verirəm izzətinə, cəlalına xatir bizləri həmişə gördüyümüz işləri agahlıq üzündən görən bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.